Qoğal hazırlayarkən diqqət etməli olduğunuz bir neçə məqam var. Bunları bilsəniz günlərlə bayatlamayan, xırçıltılı və kövrək qoğal hazırlamış olacaqsınız. Əvvəlcə aparı hazırlayaq. Un, maya və ilıq su qarışdırıb kənara qoydum. Bunun üzərinə əvvəlcə quru ərzaqları əlavə edib qarışdırdım. Sonra xamanı, yumurtanı, yağı, südü hissə-hissə mayanı əlavə edib orta yumşaqlıqda xəmiri yoğuram. Xəmiri mütləq 2 dəfə yoğurun. Bu açarkən cırılmaması üçün. Yoğurduğum unu ələkdən keçirib ədavaları əlavə edib şirin içlik hazırladım. Siz şəkəri duzla əvəz edib şor edə bilərsiniz. Mayalanmış xəmirin təkrardan havasını alıb 10 bərabər kündəyə böldüm. Kündələri 15 dəqiqə dincəldib yaymağa başladım. Əvvəlcə kündələri kiçik ölçüdə açıram, daha sonra aralarına un səpirəm ki, yapışmasın. Üzərinə salafan örtürəm. İlk başladığım kündədən açmağa başlayıram. Bu üsulda asanlıqla istədiyiniz ölçüdə qoğallar açacaqsınız. Dəzgaha ilk öncə bitki yağı çəkirəm. Sonra ayranın çıxardığım çərə yağı ilə hər qatı yağlayıb üst-üstə yığıram. 2 sm-də lentlər kəsib rulon edirəm. Üzünə düşəcək qatı üz aşağı qoyuram. 15 dəqiqə gözlətdikdən sonra hər birinin içinə 2 dolu çay qaşığı içlikdən əlavə edib forma verirəm. Verdikdən sonra 20 dəqiqə təkrardan soba listində dincəldirəm. Üzərinə isə yumurtanın sarısı və südü süzgəcdən keçirib çəkdim. Bu üsulda hazırlanan qoğallar çox ləzzətli olur, deyim biləsiniz. Dadlı reseptlər üçün izləmədə qal.